Aziz dostlar, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Aziz dostlar, bala baxın. Baxın, bizim bu balımız gördüyünüz kimi ildə bir dəfə süzülən baldır, aziz dostlar. Hansı ki, bu balın tərkibindən biz may balını süzməmişdik. Oradan gökəyə, oradan da dağa aparmışıq. Və bu balımız bizim ən keyfiyyətli ballarımızdan biri yox, elə birincisidir. Yəni, bu balın tərkibi millərlə çiçəklərdən yığılan bal olmağına mən %100 cavabdeyəm. Bunu bizdən Saatlı rayonundan bir qardaşımız zəng elədi, sifariş elədi. Dedi, qardaş, xəstəyəm, mənə həkim bal deyib. Deyirəm, qardaş, hansı baldan istəyirsən? Deyir, ən yaxşı balından göndər bizə. Baxın, hələ ən o yaxşı balımızdan biri yox, birincisi də budur. Bunu inşallah Allahın köməkliyi Saatlı rayonuna göndərərik. Təkcə bunlar deyil, burada bizim başqa ballarımız da var. Bu üzü çək. Gördüyünüz kimi, əziz dostlar, burada bizim bu cür, indi sizə bolları da göstərim. Qoy. Baxın, gökə balı orada var, meşə balı varımızdır, may balları var. Bir də, baxın, şam balına baxın. Baxın, bal budur. Görürsünüzmü? Bu da elə o dağ çiçəklərin balındandır. İçində olan şanlarla hamısı bir-bir bekə şanlarıdır. İnşallah bu balımızı mən Saatlı rayonuna göndərərəm bu qardaşımıza. Allah ona şəfa versin, Allah köməyi olsun. Yəni, çox zəngin çiçəklərdən yığılan baldır. İldə bir dəfə süzülən o əsil dədə-baba balı deyir. Bax, elə o budur. Gördüyünüz kimi. Hə, indi bəziləri deyəcək ki, bal süzüləndə qırılmalıdır və yaxud qırılmamalıdır. Gördüyünüz kimi, incə tel qədər dağıtılıb və itir qırılandan sonra. Görürsünüzmü? Əlbəttə, bu balın bir yoxlanışı deyil, amma yəni bunu da sizə ən azından göstərmək istədim. Kim istəsə, yorum bölməsində yazırsınız, mən oradan sizə cavab verə bilmirəm. Vaxtım olmur. 051 546 39 39. Bakı, Sumqayıt, Gəncə, Bərdə, Gədəbəy, Daşkəsən, Azərbaycanımızın istənilən bir rayonundan sifariş eləsəz, tam pulsuz olaraq göndərib çatdırarıq. Hər bir balon alana da 1 kilogram bal hədiyyə verəcəyəm bu ayın sonuna qədər. Sağ olun, var olasınız.